Bugün mən sizə vitamin D ilə gəlmişəm. Əslində vitamin D haqqında postlar olub, reels olub, canlı efirimiz olub. Amma yenə də bu vitamin D ilə bağlı çox suallar gəlir. Vitamin D bizim həyatımızın, daha doğrusu uşaqların da bizim həyatımızın önəmli bir rolu var. Diş, inkişaf, əzələ, bağırsağın kardinin mənimsəməsi, tərləmə və s. və ilax təsirləri çoxdur. Və həmişə biz deyirik ki, vitamin D-nin məsələn 1 yaşa qədər 400 vahid gündə bir dəfə uşaq almalıdır. 1 yaş, 4 yaş arası 600.000 vahid uşaq almalıdır və 4 yaşından sonra 1500 vahid gündəlik vitamin D almalıdır. Günəş vitamin D-ni əvəz edirmi? Deyərdim yox. Niyə? Biz çoxumuz qapalı həyat tərzi sürürük. İşdə, evdə daha çox ekran qarşısında otururuq. Bu 2. SPF-lər istifadə edirik. Bu 3. Ona görə buna baxmayaraq yay aylarında da vitamin D-nin verilməsini tövsiyə olunur. Biz reseptdə yazırıq ki, vitamin D adını yazırıq və yaxud da ki, sadəcə vitamin D yazırıq. Yazırıq 400 vahid gündə bir dəfə. Siz alanda isə qutunun üzərində yazılıb 50.000 vahid 15 millidən və bu sizdə çaşqınlıq yaradır. Və suallar gəlir ki, doktor, neçə damcı verim? Və mənim sizə təklifim var. Kommentlərdə sizin istifadə etdiyiniz vitamin D-nin adını yazırsınız, uşağın yaşını yazırsınız, bərabər sizinlə həmən damcıları hesabladıb kommentlərdə qeyd edək.